Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Daha bir məsələnin izahına baxaq. Deməli, 32-ci sualda bizə bildirir ki, qızıl məmulatlarının əyarı onların tərkibində saf qızılın faizini göstərir və karatla ifadə olunur, ölçülür. 24 karatımız 100% kimi qeyd olunur. 12 karatımız isə, 12 karatın içində isə 50% qızıl var. 24 karatın içində 100% qızıl var. 12 karatın içində isə 50% qızıl olduğu bildirilir. Bizə də qeyd olunur ki, 18 karat əyarlı 20 qram qızıl zinət əşyanın tərkibində neçə qram saf qızıl olduğunu göstərir. Əgər ki 24 karatımız tərkibində 100% qızıl varsa, bəs gəlin baxaq görüm 18 karatın tərkibində neçə faiz qızıl var. Biz bunu hesabladıqda bunu hər birini 6-ya bölsək, bura 4 eləyər, bura 3 eləyər. 300-ü 4-ə böləndə 75% edər. Biz artıq bildik ki, 18 karatlıq qızılın tərkibində 75% qızıl var. 75% qızıl var. Deməli, onda 20-nin 75%-i qızıl, 20 qramın. Yerdə qalan 25% isə qalıqdır. İndi 20-nin %75%-i nə qədər eləyir? 15 qram. Deməli, 20-nin 15 qramı qızıl, yerdə qalan 5 qram isə qalıqdır. Saf qızıl neçə qram saf qızıl oldu? 15 qram saf qızıl olduğu bildirildi.